Xoş gördük hər birinizi. Təqdimatçının da yəqin ki, mənim haqqımda qısa məlumat verdi sizə. Adım Mehmandır. Dostlar, bugünkü təlimimizin mövzusu gəldiyiniz şirkətlə tanışlıq olacaq. İlkin tanışlıq mərhələsidir, belə deyək. Və əgər bugün bu təlimdə iştirak edirsə, demək siz digər insanlardan fərqli olaraq müəyyən bir seçim mərhələlərini keçmişsiniz və münasibətlə sizi təbrik edir. Təlimimizin bayaq qeyd etdiyim kimi əsas mövzusu tanışlıq mövzusudur və gəldiyiniz şirkətlə mən sizi tanış eləyəcəm. Burada hardan, necə başlamaq lazımdır, şirkət bizə nə təklif edir, nə tələbləri vardır, ümumiyyətcə necə bir düzgün seçim eləmək lazımdır. Təlim gedişatında çalışacağım bu barədə sizə ümumi məlumat vermək. Aramızda təcrübəli olan insanlar var və yaxud da iş axtardığınız vaxtlarda və işlədiyiniz vaxtlarda sizə düşünülən bir sual oldu. İşləmişsiniz, ayın sonu gələndə müəyyən bir gəlir əldə eləmişsiniz, amma baxmışsınız ki, gəlirinizlə, aldığınız gəlirlə bəzən gördüyümüz iş nə eləmirdi? Uzlaşmırdı. Yəni, daha çox çalışdığımız vaxtlar olurdu ki, və gəlir həmin çalışdığımız saatla bəzən uzlaşmırdı. Təbii ki, bunun üzərində bir araşdırma aparıblar. Dünya alimlərindən biri, əslən Yaponiyalıdır, hal-hazırda Amerikada yaşayan bir milyarderdir, eyni zamanda iqtisadçı və araşdırmacıdır və həmin insan belə adlanır adı, Robert Kiyosaki. O dünyada işləyən insanları, işlədikləri sahələr üzrə iş sektorlarına bölüb. Yəni, biz indiyənə qədər ekranda gördüyümüz sektorlardan birində çalışmışıq. Bəzi insanlar muzlu işlə məşğul olubdur, bəzi insanlar sərbəst sektorla məşğul olub, bəzi insanlar biznes və bəzi insanlar investisiya. Yaxşı, gəlin görək Kiyosaki bu 4 sektora böləndə həmin sektorlarda hansı vacib kriteriyalar önə çıxardıbdır və biz indiyənə qədər hansı sektorda olmuşuq və indən sonra hansı sektorda olsa həm gəlirimizlə eyni zamanda gördüyümüz işi üst-üstə sala bilərik. Dostlar, demək, biz bugün müəyyənləşdirəcək əsas vacib məsələmiz həmin bu Kiyosaki sektorunda hansı sektoru seçək ki, həmin sektor bizə lazım olan bütün faydaları da köməklik eləsin. Demək, Kiyosakinin dediyi kimi birinci sektor belə adlanır, muzlu iş sektoru. Muzlu iş sektorunun özünün vacib bir neçə kriteriyası var. Həmin kriteriyalardan biri belə adlanır, bu çoxlarımıza tanışdır. İş qrafiki. İşlədiyiniz vaxtlarda yəqin ki, sizə təyin olmuş bir qrafik vardır, düzdürmü? 5 saat, 8 saat, 10 saat, 12 saat. Yaxşı, heç olubmu ki, işlədiyiniz vaxtlarda işə gecişmişsiniz? Gecişənlər olub? Gecişəndə nə ilə qarşılaşmışsınız? Amma biraz səmimi. Normal təsdiratla qarşılaşmışsınız. Xoş təsdiratla qarşılaşmaq. Sonra, nə, təşəkkür ediblər ki, çox sağ ol gecişmişsiniz, yoxsa necə? Aha, maaş kəsblər. Yox, rəisilməyənə qədər yaxşı olur. Yaxşı idi. Qoy gündən rəisilsin. Sonra töhmət yazırdılar. Hərbi sahədə olanda bəzən onu şiddətli töhmət edirdilər. Xəbərdarlıq edirdilər. Yaxşı, müdiriyyət üçün maraqlıdırmı ki, siz səhər-səhər duranda yuxudan biraz gec durmuşsunuz? Və yaxud da yolda gəlib tıxaca düşmüşsünüz? Maraqlıdır. Onun üçün maraqlı olan nədir? Göstərilən saatda biz mütləq şəkildə iş yerində olmalıyıq. Aydın məsələdir ki, həmin saat içərisində bizə təyin olmuş iş qrafiki ilə yanaşı, eyni zamanda gündəlik bir iş planımız var idi. Yəni, gündəlik sizin əlinizdə olan bir planınız vardır ki, həmin planı günün sonuna qədər maksimum şəkildə çatdırıb yerinə yetirmək lazımdır. Bəzən siz həmin iş planınızı günün sonuna saxlamırdınız, saat 3-də, 4-də gündəlik tapşırılmış işinizi yekunlaşdırırdınız. Bəs yaxşı, iş yerini tərk edə bilirdiniz? İşiniz olmasa da belə, məcbur saatın tamamlanmağın gözləyirdir ki, biz iş yerini tərk edək. Yəni, Kiyosaki müəyyənləşdirib ki, birinci vacib kriteriya muzlu sektorda işləyən insanların onlara təyin olunmuş iş qrafikin olmasıdır. İkinci vacib kriteriya belə adlanır. Biz bunu görəndə həqiqətən çox sevinirik. Sevincimiz cəmi 1, 2, maksimum 3 gün çəkir. Ondan sonra bir ay yenə də həmin o sevincin dalınca qaçırıq. Buna deyirlər, dostlar, aklad gəlir. Və yaxud da bizim dillər rahat olsun deyə biz buna maaş deyirik. Maaşın tərifi belə adlanır. Deyir ki, yaxşı və yaxud da pis işləməkdən asılı olmayaraq, dəyişilməyən pul kütləsinə maaş deyilir. Aramızda müəllimlər var, pedaqoqlar. Ətrafımızda var da müəllimlər yəqin ki. Ən aşağısı bir orta məktəbi keçmişik də. Orta məktəbdə xatırlayın, bir fənni icra edən 2 müəllim götürün. Biri 45 dəqiqən həqiqətən gəlirdi, canla, başla, ürəklə, həvəslə sizə dərs deyirdi. Digəri gəlirdi, həmin 45 dəqiqə nə edirdi, üzr istəyirəm? Yola verib gedirdi. Ayın sonu gələnə baş verirdi. Gördünüz tərtib nə deyir? Deyir, yaxşı və yaxud da pis işləməkdən asılı olmuyor, o pul kütləsi dəyişmir. Çünki niyə? Həmin bu pul kütləsini bizim təyin olunmuş qrafikimizə görə bizə verirdilər. Sizin orada yaxşı işləməyiniz, pis işləməyiniz, onun heç bir aidiyyatı olmuyordu. Bəzən müdirin də işini görmüşsünüz.
Dostunuzun da işini görmürsünüz. Amma pul kütləsi nə etmir? Heç vaxt dəyişilmir. Onun üçün dostlar, baxın, kriteriya, ikinci vacib kriteriya adlanır aklat gəlir. Yəni, kəsək müəyyənləşdirib ikinci kriteriyanı adlandırır aklat gəlir, yəni maaş. Dostlar, baxın, bu iki kriteriyanla bəzən biz razılaşırıq. Niyə? Baxın dostlar, bəzən biz bu ikisinə həqiqətən razılaşırıq ki, o yaxşını tapana qədər. Amma üçüncü bəzi kriteriya var ki, biz bundan çox vaxt razılaşa bilmirik. Buna deyirlər müdür. Müdür. Boss, nə bilim, şef, komandir, rəhbər, rəis, aysa o. Bizim gəlirimizi və qrafikimizi təyin edən kimdir? Müdürümüzdür. Müdür bizdən yaşda cavandır, orta yaşlıdır, yaşlıdır, işinin peşəkardır, peşəkar deyil, fərqi yoxdur. Bəzən müəllim nə olur? Biz müdürlə uzlaşa bilməyəndə müdür bizi işdən azad edir. Təbii ki, biz onu işdən çıxarda bilmirik. Biz deyil. Onun üçün dostlar, üçüncü vacib kriteriya adlanır müdür. Bizdə biraz fərqli mühit də var da. Müdiriyyət dəyişəndə nə olur? Yeni müdür gələndə bütün işçilər dəyişir. Bilən, bilməyən fərqi yoxdur. Yeni başlayır komanda formalaşdırmağa. Onun üçün dostlar, üçüncü vacib kriteriya adlanır müdür. Dördüncü kriteriya belə adlanır. Buna deyirlər şərtlər. Hər bir sahənin olduğu kimi, daha doğrusu hər bir sahənin özünün bir şərtləri var. Kimisi üçün orada geyim daha önəmlidir. Kimisi üçün orada nahar fasiləsinin yarım saat, 1 saat olmaq önəmlidir. Kimisi üçün orada hansısa bir karyera, şəxsi inkişaf, təlimlər önəmlidir. Yəni dostlar, Kiyosaki müəyyənləşdirib ki, birinci sektorda işləyən insanlar, yəni muzlu sektorla məşğul olan insanlar özündə bu 4 vacib kriteriyanı cəmləyir. Bunları adlandırıbdır dəmir qəfəsdə çalışan insanlar. Yaxşı, siz mənə kömək edin görək, biz hansı peşə sahiblərini bura misal çəkə bilərik? Kimdir o insanlar? SEO yazaq, bura necə yazaq onu? Z ilə yazır da yəqin ki. SEO. Sonra təhsil sahəsində olan müəllimlər, məsələn, hərbi sahədə olan hərbiçilər, yəni dövlət sahəsində maliyyələşən qurumların 90%-ni bura misal çəkə bilərsiniz. Məsələn, bankda işləyən menecerləri misal çəkə bilərsiniz, satıcıları misal çəkə bilərsiniz, düzdürmü? Ki, onları özlərinin burada kriteriyaları mütləq şəkildə olur. İkinci sektor adlanır sərbəst sektor. Yəni, azad iş sektoru. Azad iş sektorunun buradan fərqi ondan ibarətdir ki, buranı adlandırıblar qızıl qəfəsdə çalışan insanlar. Qızıl tərəfi odur ki, dostlar, bunlar iş qrafiklərini özləri təyin edir. Yəni, birinci şərt onlar üçün deyil. Onlar özləri öz iş qrafiklərini təyin edir. İkinci şərt gəlirlərin özləri təyin edir. Yəni, işlədikləri saat qədər gəlir alırlar. Gün ərzində tutalım ki, 5 saat işləyir, 5 saatin qarşılığında gəlir alır. Və ya da 24 saat xidmət sahəsi işləyibsə, 24 saatin qarşılığında gəlir alır. Və eyni zamanda özləri öz işlərin müdürləridir, şərtlərdə özləri. Yəni, qızıl tərəfi odur ki, insan burada qeyd olunan bütün şərtləri özü təyin edir. İstədiyi saatda işə gəlir, istədiyi saatda işdən gedir, istədiyi insanlarla işləyir, istədiyi, nə bilim, formada işləyir, istədiyi məkanda işləyir. Amma, dostlar, bunların da burada bir qəfəs sözü var. Bəzən siz belə bir yazına rastlaşmışsınız, 24-7. Əvvəllər o yazı daha çox harada yazılardı? Yaşda burada böyük olan insanlar var. Aptekdə və yaxud da yanacaq doldurma məntəqədə. Düz deyil. İndi harada yazılır? Hər yer. Siz 24 saat işləyən restoran tapırsınız? Tapırsınız. 24 saat işləyən market, bəli, tapırsınız? Tapırsınız. 24 saat işləyən taksi xidmətləri tapırıq? Tapırıq. 24 saat işləyən, hətta bank xidmətləri də var. Hətta 24 saat işləyən diş həkimləri, stomatologlar var. Gəl onu biraz aydınlaşdır. Kimin gecə saat 1-də 2-də diş ağrıyıbdır? Varmı aramızda elə insanlar? İlk kimdən əlaqə saxlayırsınız? Hər birimizin bir doktoru var. Ay doktor, mənim dişim ağrır, onlar mənə kömək edirsin. Doktor deyir ki, mən indi istirahət edirəm. Onlar sabah gələrsən, saat 9-da bizim kabinet açılır, mən sənə xidmət göstərim. Yaxşı, biz səhərə qədər həmin həkimi gözləyirik. Nə edirik? Başqasını axtarıq da. Səhərə qədər o birinci həkimi yad edirsiniz, yoxsa eləmirsiniz? Çünki nə? Həmin vaxtda bizə xidmət lazım idi. Bəs növbəti vaxtlarda həmin həkimə təkrar müraciət edirsiniz. Çünki niyə? Sizə lazım olan vaxtı sizə xidmət göstərmədir. Bu insanların, bu sektorda olan insanların hər şey öz əllərindədir. Yəni, sahadı, gəliri, müdürü və digər sahələr. Yaxşı, siz mənə kömək edin görək, biz bura hansı sektorda olan insanları, yəni kimləri misal çəkə bilərik? Hansı peşə ilə məşğul olan insanlar? Kim? Freelance, sonra. Bizim dillədir. IT yazar, necə yazar onlar? Kodlaşdırma yazar. Sonra? Məsələn, repetitorlar, məşğulə keçən müəllimlər.
Taksilər, dərzilərə getmisiniz, heç olmaz paltarlarınız. Məsələn, bərbərlər, ticarətlə məşğul olan insanlar. Baxın dostlar, ticarət fərqli bir sahədir. Biz burada biznes danışacağıq, onlar tamam fərqli bir sahədir. Məsələn, sonra ustalar, stomatoloqlar, şəxsi vəkillər, bunlar hər bir şeylər özəlləridir. Heç görmürsünüz ki, bir taksi sürücüsü dünən sürdüyü maşına görə bu gün də pul alsın. Elə şey olar. Dərziyə paltar tikdirirsiniz, həmin paltar üzrə həmin dərziyə hər gün pul verirsiniz. Xidmət bir dəfə göstərildi, xidmətin qarşını aldı, sabah neyir? Təzdən eni ilə həmin xidməti davam elətdirir. Gəlirik dostlar, üçüncü vacib sektora. Üçüncü sektor belə adlanır. Aramızda indiyənə qədər bizneslə məşğul olan insanlar olubmu? Ticarət və yaxud da biznes. Kimin biznesə marağı var? İki dənə sadə sual. Birinci sual, kim bizneslə məşğul? Zalda bir 5-6 nəfər əlin qaldı. İkinci sual, niyə kim bizneslə məşğul olmaq istəyir? Zalda bir 90% əlin qaldı. Çünki niyə? Artıq dövr onu tələb edir. Hamısı işinə yəsinmədim, onun biznesi olsun da. Amma biz bəzən bu biznes sözünü, buradakı bu ticarət sözünü səhv salır. Əgər adam bir mağaza işlədirsə, bu adam elə düşünür ki, mən bizneslə məşğulam. Əgər siz orada olmadan həmin mağaza sizə pul qazandırırsa, siz bizneslə məşğulsunuz. Amma siz orada olmadan həmin sistem sizə pul qazandırmırsa, onda siz ticarətlə məşğulsunuz. Biznesin tərifində deyir ki, istehsalçı ilə istehlakçı arasında münasibətləri tənzimləyən sistem adlanır biznes sistemi. Yəni, bunun lori dildə desək, zavod və alıcı arasında gedən bütün münasibətlər adlanır biznes münasibətlər. Dünyada biznes iki istiqamətə bölünür ki, biz bunu sabahki təlimdə daha da geniş təsirlə danışacaq. Birincisi adlanır klassik biznes, yəni buna biz deyirik xətti biznes, ənənəvi biznesə deyirlər. İkinci gedir məlumat biznesi, informasiya biznesi. Dostlar, biznesin bu iki sahadan fərqi ondan ibarətdir ki, burada belə bir söz olur, sistem sözü olur. Təbii ki, hər bir sahənin sistemi var. Məsələn, təhsilin sistemi var, səhiyyənin sistemi var, hərbinin sistemi var, eyni zamanda biznesin sistemi olur. Amma burada fərq nədir? Məsələn, muzlu sektorda olan insan hansısa bir sistem üçün işləyir. Müəllim təhsil sistemi üçün işləyir, həkim səhiyyə sistemi üçün işləyir, hərbiçi hərbi sistemi üçün işləyir. Sərbəst sahədə biz öz sistemimiz üçün işləyirik. Aydındır. Amma biznes sektorunda sistem başlayır insanlar üçün işləməyə. Onun üçün son dövrlərdə insanlar istəyir ki, onlar bizneslə daha çox məşğul olsunlar. Çünki niyə? Biznes demək, birazdan danışacaq, insanlara daha çox maliyyə və daha çox gəlir əldə etmək demək. Dördüncü sektor adlanır investisiya. İnvestor olmağın da iki yolu var dostlar. Birinci yolu biznesdən keçid eləməkdir. Əgər siz muzlu işlə məşğulsunuzsa, birinci dəyişəcəyiniz yer sərbəst sektordur. Bir pillə aşağı dəyişmək lazım, sərbəst sektora. İkinci, sərbəst sektordan keçdiyimiz biznesdir, biznesdən investisiya. Yəni, birinci vacib məsələ biznesdən keçid eləyə bilərsiniz. İkinci vacib məsələ, bunların yaxşıca pulları, paraları varsa, hansısa bir investisiya ilə, layihələrlə iştirak eləyə bilirlər. Kimlər muzlu işlə məşğul olubdur, kimlər sərbəst sektorla məşğul olubdur, kimlər biznes və investisiya. Biz bugün müəyyənləşdirəcəyik ki, biz hansında olmalıyıq ki, gördüyümüz işlə gəlirlərimiz tam üst-üstə düşsün. Kiyasək müəyyənləşdirib ki, dostlar, dünyada insanların 80% muzlu və sərbəst işlə məşğuldur. Cəmi 20% insan biznes və investisiya ilə məşğuldur. Bunların pul bölgüsünə gələndə 80% insana düşür 20% pul, 20% insana düşür 80% pul. Buna deyirlər 80-ın 20-yə prinsip, yəni Pareto prinsipi deyirlər. Alimin öz adını qoyublar. Əgər siz 80% iş görürsünüzsə 20% pul alırsınız, çünki nə seçdiyiniz sektor muzlu və ya da sərbəst sektor. Amma siz eyni işi biznes sektorunda görürsəniz, 20% iş görürsünüz, gəliriniz 80% olur, fərq 16 dəfəyə qədər fərq verir. Eyni işi görmənizdən asılı olmuyor. Çünki niyə? Dəyişən nədir? Burada sistem bizim üçün işləyir, burada biz hansısa bir sistem üçün fəaliyyət göstərir. Bunu gəlin bir sadə bir misaldan aydınlaşdıraq. Bir orta məktəb müəlliminin aylıq gəliri sizcə nə qədərdir? Baxın iştahına. İqtidai görürəm, xaricdən. Bura bir rəqəm yazıram, dostlar, o şərti rəqəmdir. Təbii ki, bugün 300 alan var, 500 alan var, 1000 alan var, 800 alan var. Şərti rəqəm yazıram ki, hesaplamaq daha rahat olsun. Tamam ki, bunu ürəklə yaza biləm, çünki bizim nəslimizin 90% müəllimdir, yarısı da hərbisidir. 50-50. Bir orta məktəb müəllimi misal olaraq yazıram bura. Misal, 3 manat maaş alır. Şərt olaraq yazıram, amma təbii ki, yuxarı alır. Adam o 3 manat almaq üçün bir günlə bir 2 sinifə ortalama dərs deyir. Hər sinifdə də bir 25 uşaq götürsəz, bu aşağısı bir 50 uşaq edir. Düzdürmü? Müəllim 50 uşağa dərs deyir, ayın sonunda bir 3 manat, 4 manat, 5 manat var.